Varikoz damarının lazer əməliyyatı zamanı total EVLA, total lazer əməliyyatını edərkən varikoz damarlarının şaxələri daxil, həm də əsas damarların hər biri yalnız lazer üsulu ilə aradan qaldırılır. Yəni miniflebektomiya adlanan metod tətbiq olunmur. Amma burada fərq eləmir. İstər şaxələr bu şəkildə aradan qaldırılsın, istər minifleb dediyimiz balaca dəliklərdən aradan qaldırılsın. Hər birində bu prosedur xəstə damarlara tətbiq olunur. Yəni sağlam damarlara deyil. Bizim ayaqlarımızda dərin venalarımız var və səthi venalarımız var. Dərin venalar ayaqda olan qanın təxminən 95%-ə yaxınını daşıyır. Səthi venalar isə 5%-ni daşıyır cəmi. Xəstə olanda həmin 5% qan da daşına bilmir. Daşına bilmədiyi halda həmin az miqdar qanın geri axın nəticəsində ayağımızda şişkinlik, qaralma, yara, trombun əmələ gəlməsi və s. kimi ağırlaşmalar meydana çıxır. Məsələn, bu görüntüdə tünd olan, mavi rəngdə olan damar bizim səthi damarımızdır. Onun birləşdiyi damar isə bizim dərin venamızdır. Əməliyyat dərin venaya deyil, səthi venaya tətbiq olunur. Biraz öncə qeyd etdiyimiz kimi qanın cəmsi 5%-ni daşıyan, fəaliyyət göstərməyən, varlığı ilə zərər vuran xəstə damara tətbiq olunur. Sağlam damar isə öz fəaliyyətini davam etdirir.